Salam, hörmətli tələbələr və ADAO TV izləyiciləri. Sizi Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmi televiziya platforması ADAO TV-dən salamlayırıq. Təqvimə baxmağa ehtiyac yoxdur. Auditoriyalardakı gərginlikdən, kitabxanalardakı sıxlıqdan və tələbələrin gündəlik ritmindən artıq hamımıza bəllidir ki, imtahan sessiyası başlayıb və davam edir. Bu dövr yalnız biliklərin yoxlandığı mərhələ deyil, eyni zamanda diqqət, dözüm və psixoloji hazırlığın da sınağa çəkildiyi vacib bir mərhələdir. Məhz buna görə bugün biz imtahanlara yalnız akademik deyil, psixoloji baxımdan da necə hazırlaşmaq, stresi necə idarə etmək və öz potensialımızı düzgün şəkildə necə ortaya qoymaq mövzusuna toxunacağıq. Bu mövzuda dəyərli tövsiyələrini bizimlə bölüşmək üçün studiyamızın qonağı, tələbələrin də yaxından tanıdığı mütəxəssis universitetimizin psixoloqu Turanə Əsədovadır. Turanə xanım, xoş gördük sizi studiyamızda. Bütün tələbələrə uğurlar arzu edirəm. Çox sağ olun, təşəkkür edirik. Elə ilk sualımızdan başlayaq və gəlin səmimi olaq. Tələbə mən heç qorxmuram deyirsə, ya yalan danışır, ya da heç nə oxumayıb. Təbii ki, bir də var əllərin əsməsi, ürəyin döyünməsi və müəyyən qədər stres amilləri. Bunlar normaldırmı? Və artıq biz nə vaxt bilməliyik ki, bu ziyanlı stresdir və bununla stresi necə idarə etmək lazımdır? İlk növbədə onu qeyd etmək istəyirəm ki, tələbələrin gərgin imtahan sessiyasında özlərini həyəcanlı hiss etmələri normal bir haldır. Çünki tələbə deyərkən, imtahan deyərkən ilk növbədə ağla gələn məhz o gərgin dövrdən, o gərgin rejimdən necə çıxmaq lazım olduğudur. Təbii ki, həyəcanın da iki növ var. Biri var sizin qeyd etdiyiniz kimi faydalı stresi, bir də var digər faydasız stres. Təbii ki, əgər bir tələbə oxuyubsa, öz biliyinə əmindirsə, güvənirsə özünə, orada heç bir stressdən söhbət gedə bilməz. Olarsa da ki, bəli, bu faydalı stres sayılır. Lakin il boyu, semestr boyu oxumayan, hazırlaşmayan tələbə, əgər bu gərginliyi, bu stresi həddindən artıq çox yaşayırsa və yalnızca bir çıxış yolu axtarırsa, təbii ki, bu onun üçün faydasız stresdir. Burada artıq bir qədər gərginlik daha çox artır. İnsan bədənində, beyində olan kortizol getdikcə yüksəlir. Bu da təbii ki, onun əldə etdiyi az da olsa biliyə tamamilə ziyan gətirmiş olur. Bəs bu stres nə vaxt artıq ziyanlı stres həddinə gəlib çatır? Yəni, məsələn, tələbə oxuyub, imtahana artıq semestr boyu hazırlaşıb və biliklərini sınağa çəkmək mərhələsi gəldikdə, siz dediyiniz kimi, müəyyən qədər onda faydalı bir stres formalaşır. Bu da özünü məsuliyyətdən ehtiva edir. Nə vaxt bu faydalı stres artıq ziyanlı bir amilə çevrilir? Belə qeyd edək ki, yəni, əgər tələbənin özü əldə etdiyi biliyi həddindən artıq çox dəfələrlə oxuyursa, təkrarlayırsa, yalnız və yalnız mən bu qiyməti almalıyam, qarşısına qoyduğu məqsədi həddindən çox stres şəklinə salırsa, təbii ki, bu onun üçün artıq faydalılıqdan çox faydasız, əlverişsiz bir stres halına gətirib çıxaracaq. Və əldə etdiyi biliyi, oxuduğu bütün hər şey təbii ki, onun üçün, belə deyək, uçub gedəcək. Amma təbii ki, normal yuxu rejimi əldə etsə, daha yaxşı qidalansa və fasilələrlə oxusa və ən önəmlisi özünə bir yol, xəritə çizsə, bu dövrdə, təbii ki, həmin imtahan sessiyası dövründə gedir söhbət. O xəritə əsasında hərəkət etsə, əlbəttə ki, burada onun üçün daha əlverişli, daha verimli bir yol olacaqdır. Bunu necə etmək olar, necə əldə edə bilər? Bunu da qeyd edeyim ki, deməli tələbə əgər özünə əmindirsə, lakin kənardan ona müdaxilələr olursa, deyək ki, ailədən başlayaq. Əgər bir təqaüd alan tələbədən də söhbət gedirsə, əgər ailədə ona bir qədər baskı varsa, bir qədər ona psixoloji təzyiqlər varsa, təbii ki, tələbə bu stresə qapılacaq və nə olur olsun, mən bu imtahanı verməliyəm və keçməliyəm deyə özünü faydasızcasına, həyəcana, stresə boğacaqdır. Bu da nə ilə nəticələnəcək? O, oxuduğu, əldə etdiyi bilik, o stresin, o həyəcanın nəticəsində, bayaq dediyim kimi, hamısı darmadağın olacaq, gedəcəkdir.
və buna görə də ilk növbədə özünü sakit kontrol etməsi lazımdır. Özü özünə təmkinli olmalıdır. Son zamanlar müraciət edən tələbələrimiz sırasında bu var. Mən neyim ki, özümü bu stressdən çıxardım, bu gərginlikdən çıxardım. Necə edə bilərəm ki, mən özümü biraz təmkinli aparım. İmtahan saatı gələndə heç nə hiss etmirəm, lakin imtahana girdiyim zaman artıq sanki bütün oxuduğum biliklər hamısı gedibdir. Mən bunu necə edə bilərəm? İlk növbədə dediyim kimi, sizə olunan psixoloji təzyiqləri birinci plana atmaqdansa, mən bunu bacara bilərəm. Malı-məli şəkilçilərini özünüzü təsdiq etmək üçün göstərməməlisiniz və özünüzə inam yaratmalısınız. Çünki elə məhz buradan başlayır. Sizin akademik göstəriciləriniz, əziz tələbələr, o demək deyil ki, sizin öz şəxsiyyətinizi, gələcəyinizi bildirir. Sadəcə olaraq semestr ərzində əldə etdiyiniz biliklərin qiymət miyarıdır, ölçüsüdür. Aydındır. Bizdə bir, belə deyək, dırnaqarası bir qəhrəmanlıq obrazı var. Məsələn, deyirik ki, səhərə qədər yatmadım, oxudum. İmtahana bir gün qalmış keçirilən bu gecə növbəsi bizə müəyyən bir xal qazandırırmı, yoxsa itiririkmi? Qətiyyən, bu yola verilmiş ən böyük səhvlərdən biridir. Qəti şəkildə bu olmaz. Gecə yatmadım, səhərə kimi oxudum. Əksinə, sizin bayaq da qeyd etdiyim kimi, yuxu rejiminizin pozulması, düzgün qidalanmama, daha sonra doğru fasilələr vermədən özünüzə həddindən artıq gərginliyi aşılamaq, əlbəttə ki, o sizin qəhrəmanlıq göstəricinizin tamamilə aşağısını göstərir. Bu necə olmalıdır? Əziz tələbələr, bilməlisiniz ki, insan beynində olan dopamin, həmin o kortizol, bu stres hormonları və xoşbəxtlik hormonu artıq mübarizəyə girir. Və bunun üçün artıq biz, belə deyək, tamamilə qarma-qarışıq oluruq. Gecə yatmadım, səhərə kimi oxudum, ancaq sanki dilimin ucundadır, hər şeyi bilirəm, amma hamısı getdi. Niyə yaza bilmirəm? Özünü toparlaya bilmir, özünə, belə deyim, tamamilə adaptasiya ola bilmir və nəticə etibarilə də əldə etdiyi, oxuduğu nə varsa mənfi nəticələrlə. Əslində, o imtahanlar arası olan müəyyən bir vaxt müddəti, məsələn 2 gün, 3 gün müəyyən bir müddət olur da imtahanlar. Yəni, bu imtahana hazırlaşmaq üçün deyil, sessiya ərzində qazanılan biliklərin təkrar olunması üçündür. Və çox doğru vurğuladınız ki, həmin vaxtda elə bilik təkrar etmək lazımdır, yuxu normasını diqqətdə saxlamaq lazımdır. Belə bir simulyasiya təsəvvür edək ki, məsələn, imtahan zalındayıq və bilet çəkdim, suala baxdım, beynim ağappaq. Buna səhv eləmirəmsə, ağvərək sindromu da deyilir. O kritik 30 saniyədə tələbələrimiz nə etməlidir? Yəni, dərslərinə yaxşı hazırlaşır, müəyyən qədər fənlə bağlı onda biliklər də var, özünə əmindir, ancaq vərəqi çəkdi və sanki bildiyi suallar da artıq ona bilmirmiş kimi görsənir. Bu 30 saniyədə hansı tövsiyələri verərdiniz? Tələbələrimiz nə etsin, hansı addımlar atsın ki, dərhal o stres vəziyyətindən çıxa bilsinlər? İlk növbədə onu qeyd edim ki, əgər bu hal yaşanırsa, ki, bütün tələbələrdə əminəm ki, bu olur, 4-8 texnikası var. 4-7-8 saniyə texnikası. Həmin texnika placebo texnikası da adlanır və bundan sonra bir texnika da var, onu da qeyd edəcəm. Həmin texnika vasitəsilə ilk növbədə tələbə 4 saniyə dərindən nəfəs almalıdır və 7 saniyə həmin nəfəsi saxlamalı, yavaş-yavaş verməlidir və 8 saniyə ərzində bunu təkrar etməlidir. Bunu bir neçə dəfə təkrar etdikdən sonra ən azından beyin bir balaca oksigenlə qidalanmış olur və yenilənmiş olur. Bir digəri isə, əgər bunu yadına salıb bacarmayan tələbələrimiz varsa, ilk növbədə ətrafına göz gəzdirməlidir. Ətrafında olan diqqətli olaraq eyni hərflə başlayan 3 əşyanı ağılına gətirməlidir. Məsələn, divar, D ilə başlayan başqa bir sözləri tapmalıdır. Sanki fikrini başqa yerə yönəltmiş kimi və fikir biraz dağınıqlığı baş verərkən həmin bu zaman ona gələn o atakları, belə desək, tamamilə özündən uzaqlaşdırmış olacaq. Yəni, bu doğrudan da əlverişli texnikadır, sınanılmış texnikadır. Tələbələrimizi özünü həddindən artıq çox həyəcana salmağına ehtiyac yoxdur. Sadəcə olaraq özünə güvənən, özünə əmin olan hər kəs ilk növbədə buna əmin olaraq yerinə yetirə bilər. Bəzi tələbələrimiz var ki, bir qədər məsuliyyətlidir və onlar üçün qorxulu bir məsələ də var. Bəlkə də o imtahandan da
qorxuludur ki, evdəkilərə nə deyəcəm və yaxud kəsilsəm biabır olacam. Bu düşüncə tələbəni bloklayır və bu uğursuzluq qorxusu ilə tələbə necə mübarizə aparmalıdır? Qəti şəkildə o psixoloji təzyiqlərə, əlavə düşüncələrə, əlavə fikirlərə heç bir ehtiyac yoxdur. Çünki tələbənin özündə əldə etdiyi bilik, özünə əmin olduğu dövrdə artıq onun qiymət meyarı kimi, göstərici kimi ortaya çıxır. Bu sadəcə olaraq onun üçün yeni bir mərhələnin başlanğıcıdır. Və bir şey də qeyd edim ki, əziz tələbələr, bu imtahan sizin üçün nəyinsə sonu demək deyil. Hər zaman yadınızda saxlayın ki, hər şeyin sonu yeni bir başlanğıc deməkdir. Və bu yeni başlanğıc da sizin yeni semestrdə, yeni dərs ilində başlanılan yeni biliklərlə əldə etdiyiniz bütün təcrübələrinizi birləşdirməkdən ibarətdir. Evdə nə dedilər? Qonşunun yanında biabır oldun, cəmaatın uşağı belə yazdı, sən niyə belə yazmadın deyə düşüncələrdən bir qədər uzaq olaq. Və sanki qulaqlarımızı yumuruq və yalnız özümüzə adaptasiya oluruq. İndi qısa suallarım var, onları sizə vermək istəyirəm. Biz bunlara qısa life hacklər də deyə bilərik, hansı ki, imtahandan öncə düşünürük, istifadə edirik. Məsələn, imtahandan öncə şokolad yemək necədir? Faydalıdır yoxsa yox? Əlbəttə faydalıdır. Çünki şokolad, tünd şokolad deyərdim, yemək lazımdır. Çünki şokoladın özünün yeyilməsi beyində oksitosin və dopamin hormonlarının artırılmasına gətirib çıxarır. Bəs enerji içkiləri? Qətiyyən olmaz. Enerji içkiləri ilk növbədə belə qeyd edeyim ki, bir anlıq sizi normal hiss etdirməyinizə səbəb ola bilər, amma ani halsızlığınıza və yorğun düşməyinizə səbəb olar. İmtahana girərkən tələbələr özləri ilə, məsələn, bu köynək mənə uğur gətirir və yaxud bu qolbaq mənim üçün uğurludur, bu saat mənə çox uğur gətirir. Bu cür düşüncələr olan əşyalardan istifadə edirlər. Psixoloji baxımdan necədir? Bu fikri dəstəkləyirsiniz yoxsa yox? Tətər şuurumuzda, yəni şuuraltımızda bu çox effektiv bir vasitədir. Niyə də olmasın? Əlbəttə, bu hər hansısa bir qələm də ola bilər ki, bu qələm mənim üçün uğurludur. Mən bu qələm vasitəsilə bütün imtahanlarımı yaxşı yazıram və yaxud bu köynəyi geyinməklə mən daha uğurlu oluram. Ola bilər, təbii ki, insanların, yəni tələbələrin buna əsas inamından asılıdır. Sonuncu sualım da belədir. Bəs musiqi ilə dərs oxumaq necə? Yəni, musiqi ilə oxunan dərs nə dərəcədə faydalıdır, yaddaşda qalır, zehnə həkk olur? Çox gözəl məqama toxundunuz. Musiqi ilə dərs oxumaq bir qədər ruhu sakitləşdirir, amma gəlin baxaq görək hansı janrda, hansı növdə musiqidən söhbət gedir. Təbii ki, əgər klassik musiqidən söhbət gedirsə, bir qədər insanın ruhunu sakitləşdirir. Hətta meditasiyalarda belə o cür musiqilərdən istifadə olunur. Ruhu sakitləşdirəcək, stresi aşağı salacaq, həyəcanı yox edəcək. Lakin sözlü, ritmik və biraz səs-küylü olan musiqilər təbii ki, fikir dağınıqlığına gətirib çıxaracaq. Çox təşəkkür edirik Turanə müəllimə. Vaxt ayırdığınıza görə əminik ki, sizin bu tövsiyələrinizdən sonra tələbələrimiz imtahanlara daha da silahlanmış şəkildə girəcəklər və fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, universitetimizdə psixoloji dəstək xidməti də fəaliyyət göstərir. Tələbələrimiz, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri universitetimizin 2 saylı yataqxanasına yaxınlaşaraq psixoloqumuz Turanə xanımdan öz narahatlıq keçirdiyi məsələlərlə bağlı, tövsiyə almaq istədiyi məsələlərlə bağlı tam ödənişsiz şəkildə tövsiyələr ala bilərlər. Və əziz ADAU tələbələri, unutmayın, imtahanlar gəldi gedərdi. Əsas olan sizin sağlamlığınız və biliklərinizdir. Özünüzə inanın. Bu və digər faydaları qaçırmamaq üçünsə ADAU TV-ni izləmədə qalın. Şərh bölməsində isə öz imtahan taktikalarınızı, imtahana hazırlaşmaq taktikalarını bizimlə paylaşmağı unutmayın. Uğurlar, sağ olun.